2025-ci ildə Muxtar Respublikada iqtisadi proseslər və sabit davamlı inkişaf tendensiyası nümayiş etdirib. Hesabat dövründə bir sıra sahələrdə əldə olunan göstəricilər regionun dayanıqlı inkişafını təsdiqləyir və gələcək perspektivlər üçün möhkəm baza yaradır. Bu artım və sosial dinamika iqtisadi siyasətin effektivliyini əks etdirir və regionun strateji inkişaf istiqamətlərini dəstəkləyir. Dövlət Statistika Komitəsi ötən ilin sosial-iqtisadi göstəricilərini açıqlayıb, ətraflı izləyək. Konstitusiya və suverenlik ili kimi mühüm nailiyyətlərlə yola saldığımız 2025-ci il Naxçıvanda da bir çox cəhətdən nailiyyət ili oldu. Əsas iqtisadi göstəricilərdən biri olan ümumi daxili məhsul 2025-ci ildə stabillik və artım dinamikasını nümayiş etdirib. 2025-ci ildə Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 709 milyon 438 min 600 manat olmuşdu ki, bu da 2024-cü illə müqayisədə 3,8% çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,4% artaraq 3624,2 manat olub. İnkişaf meyillərinin əsas göstəricilərindən biri olan sənaye məhsullarının da ümumi daxili məhsulda payı artıb. Hesabat dövründə ümumi istehsal 474 milyon 240 min 600 manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 7,2% çoxdur. Bu artımın əsas amilləri emal və istehsal sektorlarının genişlənməsi və investisiyaların artmasıdır. Sənaye məhsulunun 0,1% mədən çıxarma, 78% emal, 19,9% elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 2% su təchizatı tullantıların təmizlənməsi və emal sektorunda istehsal edilmişdir. 2025-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına yönələn investisiyaların da həcmi əhəmiyyətli dərəcədə artıb. Əsas kapitala 397 milyon 341 min 300 manat yönəldilib ki, bu da məhsul istehsalı, xidmət və yaşayış sahələrinin genişlənməsini təmin edib və əvvəlki illə müqayisədə 45,2% artımı təsdiqləyir. İstifadə olunmuş vəsaitin 40,5% məhsul istehsalı sahələrinə, 30,9% xidmət sahələrinə, 28,6% isə yaşayış evlərinin tikintisinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 286 milyon 327 min 300 manatı və ya 72,1% tikinti quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ildəki göstəricidən 23,8% çoxdur. Muxtar Respublikanın xarici ticarət dövriyyəsi artım tempini qoruyub, eyni zamanda daxili bazarda istehlak fəallığı da yüksəlib. Bu dövrdə xarici ticarət 130 milyon 126 min 770 ABŞ dollarına çatıb, pərakəndə ticarət dövriyyəsi isə 1 milyard 366 milyon 340 min 200 manat təşkil edib. Ticarət dövriyyəsinin 13 milyon 570 min 210 dollarını və ya 10,4%-ni ixrac olunmuş məhsulların 116 milyon 556 min 560 dollarını və ya 89,6%-ni isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi 3,7%, o cümlədən idxal 1,4%, ixrac isə 28,4% artıb. 2025-ci ilin yanvar-dekabr aylarında Muxtar Respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyar 366 milyon 340 min 200 manat olmuşdur ki, bu da ötən ildəki göstəricidən 4% çoxdur. Muxtar Respublikanın ticarət şəbəkəsində 703 milyon 665 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 662 milyon 675 min manatlıq qeyri-qida məhsulları satılmışdır. 2025-ci ilin nəticələri göstərir ki, Muxtar Respublikada sabit artım davam edir. Müşahidə olunan dinamika regionun iqtisadi dayanıqlığını və gələcək inkişaf perspektivini möhkəmləndirir. Samiq Nuriyev, Atabək Səyyad, Rəşad Hüseynov, NTV Xəbər.